16-18 may tarixlərində Bakı Ürək Günləri 19-cu Beynəlxalq Konqresi Professor Doktor Kəmran Musayev və Doktor Ramil Əliyev rəhbərliyi ilə keçirildi. Ürək damar sahəsində tanınmış yerli və xarici mütəxəssislərin yüksək səviyyəli elmi çıxışları təqdim olundu. Konqres çərçivəsində keçirilən filoloji sessiyada biotik lazer texnologiyasından istifadə edən Peter Krakis, Aleksandr Frolov, Dmitri Alekseyev, Vadim Qaçev, Matvey Parikov kimi beynəlxalq həkimlər öz təcrübələrini bölüşdülər. Onlar çıxışlarında biotik lazerin üstünlüklərini xüsusi vurğuladılar. Dmitri Alekseyevin Elvis və Turing profi ilə bağlı təqdimatı isə iştirakçılar tərəfindən maraqla qarşılandı. Bu sessiya biotikin filologiya sahəsindəki liderliyini bir daha nümayiş etdirdi. Biotik stendi yerli və xarici həkimlər və klinika rəhbərləri tərəfindən ziyarət olundu. Biotik ailəsinin dəyərli dostu Doktor Elin Hacızadənin Hozak əməliyyatı ilə bağlı çıxışı xüsusi diqqət çəkdi. Konqresdə fəal iştirakımıza görə Ramil Əliyev tərəfindən təşəkkür